Ölkə üzrə bütün ümumi təhsil müəssisələrində böyük summativ qiymətləndirmələr keçirilir. BSG-lər həm ənənəvi qaydada, həm də müvafiq texniki imkanlara malik məktəblərdə rəqəmsal formada təşkil olunur. Bugün baş çəkdiyimiz 193 nömrəli tam orta məktəbdə də şagirdlər BSG üçün onlara təqdim olunmuş test tapşırıqları ilə bilik və bacarıqlarını sınaqdan keçirirdilər. Bugün Azərbaycan tarixindən böyük summativ qiymətləndirmə yazacaq. Hər kəs ad və soyadını qeyd eləsin. Həmçinin də sualları ehtiyatla oxuyaq, variantlar düzgün oxuyaq, uyğun deyil, uyğundur və yaxud da yanlış cavabı düzgün variant seçməkdə diqqətli olun. Müasir metodist layihəsi çərçivəsində məktəbdə fəaliyyət göstərən Ləman Heydərli müəllimlərə metodik dəstək göstərir. O bildirir ki, bu il ilk dəfə olaraq 4-cü və 6-cı siniflər üzrə BSG-lər mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bəs bu prosesin təşkilində metodistlərin rolu nədən ibarətdir? Böyük summativ qiymətləndirmələr bildiyiniz üzrə 4-cü, 9-cu, 11-ci siniflərdə bütün fənləri əhatə edir. Amma hazırda bu il bir ilk oldu, yenilik oldu. Aidiyyatı qurumlar üzrə 4-cü, 6-cı siniflərin böyük summativ qiymətləndirmə materialları hazır şəkildə göndərildi və məktəblər onu rəqəmsal formada təşkil edirlər. Bizim məktəbimizdə həmçinin böyük summativ qiymətləndirmə materiallarının hazırlanmasında bizim rolumuz oldu. Necə bir rol? Yəni ki, biz öncədən müəllimlərlə metodiki görüşlər təşkil etdik. Summativ qiymətləndirmə materiallarının hazırlanması ilə bağlı orada müəyyən suallar var, müəyyən müəllimlərin narahatlıqları cavablandırıldı. Hansı ki, orada sualların səviyyələri düzgün təyin olmalıdır, standartlara cavab verməlidir suallar. Bu kimi məsələlər aydınlaşdırıldı və bundan sonra materiallarımız hazırlandı. Suallar hazırlanarkən şagirdlərin əsasən hansı bacarıqlarının ölçülməsi əsas məqsəd olaraq qarşıya qoyulur? Bugünkü gün şagirdlərdə əsas formalaşdırmaq istədiyimiz onlarda bacarıqdır. Yəni bilik yönünü şagirdlər bir çox tərəflərdən təmin edə bilərlər, bir çox mənbələrdən bilik əldə edə bilərlər. Bizim məqsədimiz onlarda əldə etdikləri o biliyi bacarığa çevirməkdir ki, özlərini lazımi situasiyalarda vəziyyətdən çıxarda bilsinlər və summativ qiymətləndirmələrimiz də əsasən bacarıq yönümlüdür. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi BSG tapşırıqlarının hazırlanması və qiymətləndirmə prosesinin təşkili ilə bağlı ətraflı məlumat verdi. Müəllimlər yığışaraq bir yerdə tədris planına uyğun olaraq, məzmun xəttinə uyğun olaraq suallar tərtib olunur. Sonra artıq metod birləşmə sədri tərəfindən müzakirə olunaraq təsdiq olunur. Suallar test formasında hazırlanır. Bütün siniflərdə onlayn keçirilir, yoxsa kağız üzərində də keçirilir, biz gördük. Yəni ənənəvi üsulla həyata keçirilir. Bütün siniflərdə test formasında 100 ballıq sisteminə. Və suallar necə yoxlanılır? Hansı meyarlar əsas götürülür? Deməli, suallar əvvəlcədən tərtib olunmuş komissiya tərəfindən yoxlanılır və məzmun xəttində standartlara uyğun olaraq tərtib olunmuş sualların qarşısında 100 ballıq sistemdə ballar qeyd olunur və uşaqların bilik səviyyəsinin yoxlanması məqsədilə tam obyektiv, şəffaf şəraitdə həyata keçirilir. Yoxan hər hansısa bir valideyn etiraz etsə, uşaq etiraz etdikdə apellyasiya komissiyasına müraciət edə bilərlər. Necə ildir müəllim işləyirsiniz? Artıq 18 ildir. Siz yəqin yoxlama, yazdırılma dövründə də işləmisiniz. Yoxlama uşaqlar üçün daha, belə deyək də, biliklərinin ortaya çıxması üçün daha yaxşı zəmin idi, yoxsa BSG-lər? Yəni, belə deyim ki, müasir dövrün tələbinə uyğun olaraq artıq kurikulum tədris sistemi olduğu üçün təbii ki, məktəb daxili qiymətləndirməyə uyğun olaraq BSG-lərin keçirilməsi məqsədə müvafiqdir. Prosesin əsas iştirakçıları olan şagirdlər isə suallara verdikləri cavablardan arxain idilər. Onların sözlərinə görə tapşırıqlar dərsliklərə uyğun və anlaşılan olub. Tamerlan, bugün hansı fənlərdən BSG yazdınız? Azərbaycan tarix fənnindən BSG yazmışıq bugün. Necə keçdi? Suallar necə idi? Hər bir sualın öz səviyyəsi var, hər kəs öz biliyinə uyğun yazır və qiymətləndirmə olur, köçürmə hallarda olmur. Süreyya, bugün hansı fənlərdən BSG yazdın? Azərbaycan tarixi. Neçənci sinifdə oxuyursan? 10B. Necə keçdi imtahan? Orta keçdi. Bildiyim sualların hamısına cavab verdim. 20 sual olur. Bildiyim suallara cavab verdim. Vaxt kifayət elədimi? Bəli, kifayət elədi. Əsasən keçdiyimiz suallardan idi, yəni mövzulardan da. Bəli, hamısı keçdiyimiz mövzulardır. Hansı fəndən BSG yazdınız? Bu günlər coğrafiyadan yazdıq. Suallar asan idi. Vaxtımız da kifayət qədər çatdı. Hansı fənlərdən BSG yazmısınız? Birinci gün 3 əsas fəndən riyaziyyat, Azərbaycan dili və ingilis dili. Üçüncü gün, yəni bugün isə digər 5 fəndən BSG-lərimizi tamamladıq.
Necə keçdi? Suallar çətin deyildi ki, sənin üçün yorucu deyil bu period. Heç də deməzdim yorucudur. Dərslikdə olan sualların, yəni mövzuların üstünə qurulmuş suallardır. Əlbəttə çətinlikləri ola bilər, amma yetərincə oxunulunca məncə yəni elənə bilməyəcək bir şey deyil. Artıq BSG-lərimizin cavabı dəqiq çıxmayıb, hələ semestrin axırı çıxacaq. Amma ümid edirəm ki, artıq 5-lərim hazırdır. Bəs məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyi bu prosesdə hansı funksiyaları icra edir? Qurumdan Təhsil TV-yə bildirilib ki, böyük summativ qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi Elm və Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının aparılması qaydası ilə tənzimlənir. Böyük summativ qiymətləndirmələr ildə 2 dəfə, yarım illərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən həyata keçirilir. Agentlik BSG-lərin qaydalara uyğun şəkildə vaxtında və düzgün seçilmiş qiymətləndirmə vasitələri əsasında aparılmasına nəzarət eləyir. qeyd eləyək ki, bu ildən etibarən bütün şagirdlərin KSG və BSG nəticələrinin vahid məlumat bazasında toplanmasına da başlanılıb.